Bismillahi və billah və bi zikri vəliyillah. Allahumma accil veliyyikəl fərəc. Möhtərəm canlar, sizləri İmam Zeynul Abidin əleyhissalatu vesselamın səadətli mövludu münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Allahdan hər birinizə uğurlu günlər, səadətli həyat nəsib olmasını diləyirəm. İmam Əli ibn Hüseyn Səccad Zeynul Abidin əleyhissalam hicrətin 38-ci ili Şaban ayının 5-i Mədinə şəhərində dünyaya gəlib. Atası Həzrət Əbu Abdullah Hüseyn əleyhissalatu vesselamdır. Anasının kimliyi barədə bir qədər ixtilaf olsa da, lakin məşhur budur ki, anası İmam İran şahı Yəzdəgirdin qızı Şah Zənan və ya Şəhrəbanudur. Bu məsələdə Şeyx Müfid, Şeyx Səduq, Şeyx Kuleyni ittifaq ediblər. İmam Səccad əleyhissalatu vesselamın adı möhtərəm canlar Əlidir. Əsas künyəsi Əbul Həsəndir. 3 məşhur ləqabı var. Zeynul Abidin, Səccad, Seyyid-o Sacidin. 34 il imamət edib, şərif ömrü atası İmam Hüseyn əleyhissalatu vesselam kimi 57 il olmuşdur. Zəhəbi Siyer-u Ə'lam-ın Nübəla cild 4 səhifə 392-də İmam Zeynul Abidin əleyhissalatu vesselam barədə 2 hədis, hadisə nəql edib. 1. O namaza duranda onun canına çox təəccüblü titrəmə düşürdü. Ona deyirdilər, sən niyə bu vəziyyətə düşürsən? Buyururdu, məgər bilmirsiniz mən indi kimin qarşısında dayanacam? Məgər bilmirsinizmi kimlə münacat eləyəcəyəm? İkinci hadisə, həc mövsümündə miqat məntəqəsində Əli ibn Hüseyn əleyhissalam ehram bağladı. Sonra ləbbeyk, Allahümmə ləbbeyk zikrini deməyə başladı. Elə həmin ləhzə bir də gördü ki, huşdan getdi və öz miniyindən yerə yıxıldı. Möhtərəm canlar, mərhum tarixçi İbn Əsakir İmam Səccad əleyhissalatu vesselamın Seyyidul Abidin ləqəbi barədə Cabir ibn Əbdullah Ənsaridən bir hədis nəql eləyir. Hədis bu cürdür. Kuntu ində Rasulillah sallallahu aleyhi və səlləm. Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin yanındaydım. Fədəxələ aleyhi Hüseyn ibn Ali əleyhissalam. Bu zaman İmam Hüseyn əleyhissalatu vesselam Peyğəmbərin yanına gəldi. Fəddəmməhu ileyhi. Peyğəmbər onu sinəsinə sıxdı və qabbələhu onu öpdü və əqədəhu ilə cəmbihi. Sonra onu öz yanında əyləşdirdi. Sümmə qalə yuləd li ibni hada ibnun. Buyurdu ki, mənim bu oğlumun bir oğlu olacaq, bir oğlu dünyaya gələcək. Yuqalu ləhu aliyyun. Ona Əli deyilər. İzə kanə yevməl qiyaməti nadamu nadim min butnanil ərş. Qiyamət günü ərşin ortasından bir nida gələcək. Liyəqum seyyidul abidin. İbadət edənlərin seyyidi qalxsın ayağa. Fəyəqumu huvə. Bu zaman onun oğlu dünyaya gələcək. Diqqət edin əzizlər. Eşidin və mətləblər haqqında dərindən düşünün. Bütün insan və cinlərin yaradılış hədəfi ibadətdir. Və mə xələqtu, Allah buyurur, və mə xələqtul cinnə vəl ins illə liyəbudun. İnsanları və cinləri nə üçün yaratmışam? Mənə ibadət etmələrindən ötürü yaratmışam. İndi siz təsəvvür edin. Allah Teala yaranışın, bütün xilqətin, hədəfin ibadət qərar verib. Təsəvvür edirsiniz. Belə olduğu surətdə İmam Səccad əleyhissalatu vesselam da bütün ibadət edənlərin seyyidi qərar verib Allah onu. Təsəvvür edin, hər bir şeyin seyyidi var, hər bir şeyin ağası var. İbadət edənlərin seyyidi isə 4-cü imamımız İmam Zeynul Abidin əleyhissalatu vesselamdır. Siz təsəvvür edin, milyardılarla insanın içində, bu insanların içində peyğəmbərlər də var, mələklər də var, həmçinin möminlər, vəsilər və cinlər var. Amma Allah təbarəkə və təala bütün ibadət edənlərin seyyidi İmam Zeynul Abidin əleyhissalatu vesselamı qərar verib. Səs Allahın ərşindən gəlir, nəinki insanların yığışdığı məkandan. İndi belə bir şəxsin haqqında kim söz danışa bilər? Kim belə bir şəxsin elədiyini anlaya bilər, təsəvvür edə bilər? Gərək onu özü kimisi vəsf eləsin, özü kimisi onu tanıtdırsın. Biz də oxuyaq, bacardığımız qədər onu tanımaq. Hansı ki onu tanımaq bizə vacibdir və başqalarına da tanıtdırmaq vacibdir. Onun məqamının, əzəmətinin böyüklüyünü insanlara aşılamaq bizim məsuliyyətimizin çərçivəsinə daxil olan işlərdəndir. Qoymamalıyıq öz müqəddəsatımıza toz qondursunlar.
İmam Səccad əleyhissalatu vesselam 100 ailənin dolanışığın öz öhdəsinə götürmüşdü. Lakin o ailələrin heç birinin bundan xəbəri yox idi. Elə bunu bilirdilər ki, kimsə hər gecə onların qapısına yemək, ərzaq, pul, azuqa qoyur. İmam Səccad əleyhissalatu vesselam dünyasını dəyişəndən sonra, yəni dünyasını dəyişənə qədər heç kim bunu bilmədi. Elə ki, Həzrət dünyasını dəyişdi, şəhid edildi, hamı bilir, başa düşür ki, hər gecə onların qapısına yemək, ərzaq, pul qoyan şəxs İmam Zeynul Abidin əleyhissalatu vesselam imiş. İmam Muhammed Baqir əleyhissalatu vesselam buyurur, o gecələr tanınmaz qiyafədə çörək və yemək dolu kisəni çiyninə atır, yoxsulların qapısına aparıb buyururdu, gizli verilən sədəqə Allahın qəzəb odunu söndürür. Bu hadisə çox baş verib və eşidiləsi bir hədisə diqqət edin. İmam Muhammed Baqir əleyhissalamdandır ki, onu qulluğunuza ərz edirəm. Əli ibn Hüseyn gecənin qaranlığında çiyninə bir kisə atıb evdən çıxardı. Kisənin içində dinar və dirhəmlərlə dolu kiçik kisələr olardı. Bəzən çiynində və ya odun daşıyırdı. Qapı döyüb çiynində gətirdiyindən qapını onun üçün açan kəsə verərdi. O tanınmaması üçün üzünü örtərdi. O vəfat edəndən sonra insanlar bildilər ki, həmin şəxs Əli ibn Hüseyn olmuşdur. Onun mübarək nəəşi qusul verilən yerə qoyulduqda belinə baxdılar. Onun belində dəvə belindəki yəhər izi kimi bir iz var idi. Bu da miskin və fəqirlərin evlərinə daşıdığı içi dolu kisələrin asıldığı iplərin izləri idi. Abdullah ibn Əta nəqlidir və bu İmam Səccad əleyhissalatu vesselamın səxabəti insanlara elədiyi yardımları fonunda, yəni xüsusunda baş vermiş hadisələrdən biridir, sadəcə biridir. Abdullah ibn Ətan nəql edir. İmam Səccad əleyhissalamın bir əmisi oğlu var idi. İmam əleyhissalam gecə onun yanına gedər və tanınmaz halda ona pul verərdi. Həmin adam deyirdi, Əli ibn Hüseyn mənimlə əlaqələrin möhkəmlətmir. Allah mən tərəfdən ona xeyirli mükafat verməsin. Belə söz deyərmiş. İmam Səccad əleyhissalam bunu eşidir, səbr edir, lakin yenə də özünü ona tanıtdırmırdı. İmam vəfat edəndə o şəxs də gizli ehsanı bir daha görməyəndə anladı ki, o pulları verən o həzrətin özüymiş. Bundan sonra onun qəbri üstə gəlib ona ağladı. Əzizlər, imam hər bir mövzuda nümunədir. İmam olan varlıq, o müqəddəs zat hər bir məsələdə nədir? Nümunədir. İman, təqva, əxlaq, ədəb, elm və bütün mövzularda ən kamil nümunədir. Allaha necə bəndəçilik olar? Bunu əməli ilə izah edən kamil şəxs imamdır. Yəni sən hər şeyi ondan öyrəndiyin kimi imanı da bəndəçiliyi də Allaha necə edərlər? Onu da gərək öyrəndiyin şəxs imam olsun ki, ondan başqası deyil. Ondan başqasından öyrəndiyin səni Allaha çatdıra bilməz və Allahın demədiyi bəndəçiliyi etmiş olacaqsan. Siz İmamın ibadətinə diqqət edin. İmam əleyhissalam bir övladı quyuya düşür. Mədinə əhli çox narahat olurlar. Uşağı quyudan çıxardırlar. İmam isə namazda idi və mehrabından çıxmadı. Hadisən ona danışdılar. Danışanda buyurur. Mənim hadisədən xəbərim yox idi. Çünki əzəmətli Allahla münacat edirdim. Bax, bu cür ibadət edən şəxsi. Bu, onun Allaha necə ibadət etdiyinin göstəricisidir. Demək olar ki, bütün həyatı dua və ağlamaqla keçib, münacatlarla keçib. Ümumiyyətlə imamətinin böyük bir hissəsini o dua və münacatlarla yerinə yetirib. Sözlərini dua və münacatlarda çatdırıb. İmamət təbliğatını dua və münacatlarda edib. Onun Allahla olan dua, söhbət və münacatları insanın ruhun inildədir. Allahdan qorxmaq, utanmaq, xəcalət çəkmək barədə dediyi sözlər insanı xəcalət tərinə boğur. Zeyd ibn Tabus deyir, bir nəfəri gördüm ki, Məscidül Haramda navalçanın altında namaz qılır. Tabus deyir bunu. Gördüm, dua edir və ağlayır. Yaxınlaşanda gördüm ki, bu Əli ibn Hüseyn əleyhissalamdır. Əlbəttə, Zeyd ibn Tabus yox, Tabus adında bir sahabə. Dedim, ey Allah oğlunun rəsulu, sənin ki bu halda görürəm, pərişan oluram. Bir halda ki, səndə 3 üstün cəhət var.
Yəni bu qədər əzəmətli və ehtiramlı şəxsiyyət olmağına rəğmən elə ağlayırsan səcdələrdə, elə ağlayırsan, elə göz yaşları tökürsən. Hansı ki, onları biz günahkarlar eləməliyik. O cür ibadətləri, o cür yalvarışları, o cür münacatları biz günahkarlar eləməliyik. 1. Sən Allah Rəsulunun oğlusan. 2. Baban şəfaət əhlidir. 3. Allahın rəhməti. Sən rəhmətisən. İmam buyurdu, ey Tavus, bil ki, mən Allah Rəsulunun balasıyam. Amma bu məni arxayın eləmir. Çünki Allah belə buyurub, sura üfürüldüyü zaman nə qohumluq əlaqəsi qalar, nə də bir-birlərini soruşub axtaranlar. Müminin surəsi 101-ci ayə. Babamın şəfaətinə gəlincə, o da məni arxayın etmir. Çünki Allah buyurub, onlar Allahın razı qaldığı kimsələrdən başqasına şəfaət eləməzlər. Ənbiya 28. Yəni Allahın razılıq qaldığı həddə bir şəxsiyyət olmalıyam. Allahın rəhmətinə gəlincə, o buyurur, yaxşılıq edənlərə Allahın mərhəməti çox yaxındır. Əzizlər, bu sözlər bizim üçün bir mesajdır, bir tapşırıqdır, bir sözdür. Əməllərimizə maksimum diqqət eləməli, diqqətlə yanaşmalı. Olduğumuzu bizə çatdırır. Günahlar mövzusunda nəfsimizə tabi olmamağı bizə çatdırır. Ən gözəl insan o şəxs olar ki, günahla üzləşdikdə Allah yada sala, Allahdan utanmağı bacara. Bəzi mömin şəxslərin münacatı bu olub. İlahi, mənim günah etməyə qüdrətim var və nəfsim də bu məsələdə azaddır. Lakin mən səndən utanıram və səndən xəcalət çəkirəm. Sən baxa-baxa mən bu işləri yerinə yetirə bilmərəm. Üzüm xaliqin üçün torpağa bulaşan halda hüzuruma gəlirəm. Səcdə etdi və onun haqqı vardır. Sahabə deyir, ona tərəf getdim, gördüm bu Əli ibn Hüseyndir. Yaxınlaşdım, dedim, ey Allah Rəsulunun oğlu, Allah sənə fəzilət bəxş edib, ağladı, sonra bu sözləri buyurdu. Allah Rəsulu buyurub, 4 gözdən başqa bütün gözlər qiyamət günü ağlayacaq. Həmin 4 göz bunlardır. Günahlarına görə Allah qorxusundan ağlayan göz, Allahın yolunda çıxardılan göz, Allahın haram etdiyi şeylərə baxmayan göz və səhərə qədər səcdədə olan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq. İlahi bizə rəhm et. Allah Teala mələklərin qarşısında o gözlə fəxr edərək buyurar. Bəndəmə baxın, ruhu yanımdadır, bədəni isə itaətimdədir. Bədənini yatağından uzaqlaşdırıb, məni əzabımdan qorxan halda səsləyir və dua eləyir. Rəhmətimə həvəs göstərir. Şahid olun ki, mən onu bağışladım. Allah bu cür nə deyir? Bəs əziz möminlər, İmam Səccad əleyhissalatu vesselam istəyir biz Allaha yaxşı bəndə olaq və onun ömrü həyatı bunun üçün ən dəhşət və ən gözəl, ən möhtəşəm nümunədir. Onun Allah qarşısında necə bəndəçilik eləyərlər, bunu ən yaxşı öyrənəcəyimiz şəxs İmam Zeynulabidin əleyhissalatu vesselamdır. Elə əzəmətli imamın mövludunda iştirak eləyəcəksiniz. Elə bir şəxsiyyət idi, gecələri fəqirlərin sorağına gedirdi. Qeyd olunub 25 il bu cür yaşayıb. İmam Baqir əleyhissalam buyurur, o qədər ibadət edirdi, bədəni qurumuş ağaca oxşayırdı. Görürsünüz, bəndəliyin bu növ zirvəsini kim fəth edə bilər? Ravilərdən biri nəql edir. Deyir, mən yağışlı gecənin birində gördüm, yük çiynində beli bükülüb yol gedir. Dedim, ağa, ver bu yükü mən daşıyım, kömək eləyim sənə. Buyurdu, istəyirsən mənim savabımı əlimdən alasan, lütf budur ki, mənə savab yetirəsən. Yəni, sən mənə savab yetir, mənim əlimdən mənim savabımı alma. Deyir, əl atdım kisəyə, gördüm kisə yumuşaqdır. Dedim, ağa, bu nədir? Dedi, şəkərdir. Özüm şəkər sevirəm deyə, istəyirəm cəmaata da şəkər dağıdan bu gecə. Əzizlər, bunu eşidin. İldə 2 dəfə alnını, dizlərini, əllərinin içini qəbərin qayçı ilə kəsirdi. Yəni, o qədər səcdədə qalırdı. Əllərinin içi, dizlərinin qapağı, ondan sonra barmaqları qabar bağlayırdı. İnsan nə qədər səcdədə qalmalıdır ki, əllərinin içi, dizləri, alnı qabar bağlasın. Təsəvvür edirsiniz. Ona görə Seyyidül Abidin deyilir, Seyyidül Sacidin deyilir. İbadət edənlərin seyyidi, səcdə edənlərin seyyidi. Səccad, yəni çox-çox səcdədə qalan. Səhabə deyir, Məscidül Haramda gecənin axırında namazdan sonra başın qaldırdı səmaya, bu sözləri dedi. İlahi, ci'tükə litəğfirəl. İlahi, səni özümü bağışlayan, yəni məni bağışlayan kimi tanıyıram. Belə bilirəm səni, sən bağışlayansan.
Daha sonra getdi səcdəyə. 200 dəfə dedi: Allahumma ighfir li şi'ati əmiril möminin Əli ibn Əbi Talib aleyhissalatu vesselam. 200 dəfə dedi: İlahi Əli ibn Əbi Talib aleyhissalatu vesselamın şiələrini bağışla. Eşidin, bunu heç vaxt unutmayın. Bizi imamlarımız qədər sevən bir insan yoxdur. Onlar onun qədər. Bu deyəcəyimi Şümr nəql edir. Deyir, İmam Hüseynin başını kəsəndə axırıncı söz ki eşitdim buydu: İlahi şiati və muhibbi. İlahi mənim şiyələrimi və muhiblərimi, məni sevənləri bağışla. Təsəvvür edin, biz biyabanlarda sərgərdan etdiyimiz bir imamın dövründə yaşayırıq, ay möminlər. Gecə gündüz əllərin qaldırır səmaya və ya gedir səcdəyə, bizi dua edir. İmam zamanımız var, unutmayaq möhtərəmlər, imamımızı unutmayaq. Qərib imam üçün əl-ələ verib fəaliyyət göstərmək istəyən var, görəsən ki, birləşsinlər imam, öz imamına kömək eləsinlər. İnanırsınız ki, o qəribdir, təkdir, tənhadır, kimsəsizdir. Ey mehriban ata, elə bir mehriban atadır, necə mehriban atadır. Siz kədərlənsəz kədərlənir, sevinsəz sevinir. Mərhum İrbili yazır, bir gecə öz mehrabında ibadət edirdi. Şeytan onun yanına böyük ilan görkəmində gəldi İmam Səccadın. Onu ibadətindən yayındırmaq istirdi. Lakin Həzrət ona diqqət göstərmirdi. İlan onun ayaq barmağına tərəf gəldi və barmağı ağzına aldı. Yenə də Həzrət ona fikir vermədi. İlan onu incitməyə başladı. Lakin Həzrət namazını kəsmədi. Namazdan sonra Allah onun üçün mükaşifə etdi. Bildi ki, həmin ilan şeytandır. Həzrət onu lənətlədi və vurdu. İlan getdi. İmam öz ibadətini tamamlamağa durdu. Bir səs eşidildi, lakin kimin dediyi görülmürdü. O deyirdi: sən həqiqətən də abidlərin zinətisən. Bunu 3 dəfə təkrar elədi. Bu söz ortaya çıxdı və Həzrət üçün bir ləqəb olaraq məşhurlaşdı. Yəni, ibadət edənlərin seyyidi. İnanırsan ki, ya sən sevinsən, səninlə birgə sevinən bir şəxs var, o da imamdır. Belə bir imam. Belə bir imam var. Əzizlər, ki İmam Zaman ağanın ad gününə də az qalıb artıq. 11 gündən sonra İmam Zaman ağamızın, İmam Mehdi sahibə zamanə Cəlallahu Teala fərəcəhu şərif, aləm onun müqəddəs qəlbinə fəda olsun. Onun ad günü 11 gün qalıb. Sizin ad gününüz olanda ən yaxınlarınızdan nəsə umursunuz, hamınız nəsə umursunuz. Ən azı bir təbrik, dua gözləyirsiniz yaxınlarınızdan, ən yaxınlarınızdan. Bəs fikirləşmişsiniz ki, ya o sizi hamıdan çox sevir və hamınızı, bir-birinizi, tək-təkinizi özünə yaxın bilir. Görsəsiz onun ad gününə hazırlaşırsınız, işlər görürsünüz. Ürəyi dağa dönər, mütləq şəkildə ürəyi dağa dönər və çalışın əlinizdən gələni edəsiniz. Başlayın bugündən İmam Zaman Əcəlallah fərəcəhu şərif üçün işləməyə gərək. Xalq hiss eləsin, qarşıdan müqəddəs xilaskarın mövludu gəlir, özü də yubileyidir, 1190 yaşı tamam olur. Allah bizi imamlarımızdan və müqəddəsatımızdan ayrı salmasın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.